Yeməkdən dərhal sonra 2 xörək qaşığı için möcüzəni görün. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Yeməkdən sonra yəqin ki bir çox insan köplə rastlaşır. Tibb bilimində bunun adı meteorizmdir. Köpün yaranma səbəbi pis həzm olunmuş qidanın mədədən bağırsağa keçməsidir. Çünki bağırsaqda böyük miqdarda qazın yaranması ilə nəticələnir. Beləcə, qarında yaranan qazlar maye və fekal kütlə səbəbindən şişir, köp yaranır. Yeməkdən sonra qarın köpü, onun səbəbi və müalicəsi bu videoda bu məsələlərdən bəhs ediləcək. Orta yaşlı insanların bağırsağından hər gün 700 milli qaz çıxır. Qalan qaz isə bağırsaq divarından keçir. Qaz bağırsaqda əsasən atmosferdəki havanın udulması, mikroorqanizmlərin yaranması, qan damarlarından sızma nəticəsində yaranır. Sağlam orqanizmdə qan bağırsaqdakı plazmada olan stabil təzyiq hesabına asanlıqla qan və bağırsaq arasında dövr edir. Qazın bir hissəsi qan tərəfindən sovrulur və ağciyər vasitəsilə ifraz edilir. Qida qəbulundan sonra qarın köpünün fizioloji səbəbləri bunlardır. Qaz yaranmasına səbəb olan qida qəbulu, həddən artıq yemək, yemək zamanı tələsmək, siqaret çəkmək, danışmaq. Bu zaman hava qəbul edilir və mədəyə ötürülən havanın 30% bağırsağa düşür. Mədə yanmasına görə soda qəbulu, qazlı suları çox qəbul etmək, adət edilən rasionu dəyişmək, başqa ölkəyə səfər, hamiləlik. İndi deyəcəyim qidaları isə qaz yaranmasını sürətləndirən qidalar siyahısına daxil etmək olar. Süd və dondurma, dənli bitkilər, çörək, düyü sıyığından başqa digər sıyıqlar, lobya, paxlalı bitkilər, qarıqdalı, soya məhsulları və s. Bəs bu kimi halların qarşısını necə almaq olar? Qarında şişkinlik və qaz problemi üçün təbii həll yolları hansılardır? Yemək sonrası qarında yaranan şişkinliyin qarşısını almaq üçün ən təsirli təbii məhsullardan birinin təbii alma sirkəsinin olduğunu bilirdinizmi? Alma sirkəsi mədə turşusunu balanslaşdıraraq həzmi asanlaşdırır və qazın yaranmasının qarşısını alır. Yeməkdən sonra 1 stəkan suya 2 xörək qaşığı alma sirkəsi əlavə edərək içmək həzm sisteminin daha səmərəli işləməsində kömək edir. Qeyd edək ki, bu təbii vasitələr sağlamlığa ümumi dəstək məqsədi ilə istifadə edilməlidir. Əgər mədənizdə qastrit və mədə xorası, xroniki pankreatit, kron xəstəliyi varsa, əsla bu qarışımdan istifadə etməməlisiniz. Əgər davamlı mədə narahatlıqları yaşayırsınızsa, mütləq həkimə müraciət etməlisiniz. Mütəxəssislər bundan başqa, yeməkdən sonra 2 xörək qaşığı alma sirkəsinin içilməsi qan şəkərinin tamamilə düşərək təzyiqin aşağı düşməsinə kömək etdiyini bildiriblər. Dəyərli izləyicilər, şişkinliyin mümkün səbəbləri arasında qaz yığılması, həzm sistemi fəaliyyətlə qidalar bağırsaqlarda bakteriyalar tərəfindən fermentasiya prosesinə məruz qalır. Bu proses zamanı çıxarılan qaz bədən tərəfindən xaric edilməlidir. Həzmi çətin olan bəzi qidaların əmələ gələn qazın miqdarı artar. Nəticədə qaz tamamilə xaric edilə bilmir və şişkinlik yarana bilər. Yavaş həzm. Yavaş həzm qidanın bağırsaqlarda normaldan daha uzun müddət qalmasına gətirib çıxarır və fermentasiya üçün daha çox imkan yaradır. Bu vəziyyət bağırsaqlarda yığılan qaz və həzm məhsulları səbəbindən qarın nahiyəsində şişkinliyə səbəb olur. Həzm sistemi problemləri, qıcıqlanmış bağırsaq sindromu, laktoza dözümsüzlüyü və çölyak xəstəliyi kimi həzm sistemi problemləri qidaları normal şəkildə həzm edə bilməməsi nəticəsində qarın şişməsinə səbəb ola bilər. Qəbizlik. Qəbizlik bağırsaq hərəkətlərinin yavaşlaması və nəcisin bağırsaqlarda normaldan daha uzun müddət qalması deməkdir. Bu bağırsaq məzmununun yığılmasına və qarın şişməsinə səbəb ola bilər. Yüksək lifli qidalar,
Lifli qidalar həzm prosesini sürətləndirə bilər, eyni zamanda bağırsaqlarda daha çox qaz meydana gəlməsinə səbəb ola bilər. Maye tutma. Bədəndə anormal maye yığılması adətən hormonal dəyişikliklər və ya bəzi sağlamlıq problemlərinə görə baş verir. Nəticədə qarın nahiyəsində şişkinliyə səbəb ola bilər. Allergiyalar. Bəzi qida və ya içki allergiyaları bədənin cavabı olaraq qarın şişməsinə səbəb ola bilər. Stress və təşviş. Stress və təşviş həzm sisteminin normal funksiyalarına təsir göstərə bilər və bağırsaq hərəkətlərini yavaşladaraq qaz yığılmasına səbəb ola bilər. Dəyərli izləyicilər, qarın şişməsi davamlı və şiddətli olduqda bir tibb mütəxəssisi ilə məsləhətləşmək vacibdir. Qeyd edək ki, şişkinliyin səbəbi ciddi bir sağlamlıq problemi də ola bilər. Beləliklə, bir videonun da sonuna gəldik. Dəyərli izləyicilər, bir videonu hazırlamaq üçün məlumatlar toplamaq, videoya çəkmək və izləyicilərə daha dəqiq çatdırmaq üçün nə qədər məsuliyyət və zəhmət tələb edir. Sizlərdən də bizim kanal heyətimizin zəhmətini qiymətləndirərək, paylaşdığımız videoları bəyənərək, bəyənmə düyməsini basmağı bizdən əsirgəməyin. Biz də kanal heyəti olaraq baxdığınız videoları dəyərləndirdiyinizi gördükcə daha da həvəslə faydalı məlumatları izləyicilərimizə çatdıraq. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.